Ürəyimdə səhərin görünsə həsrəti varmış, intizar anlarında gecə uzun olarmış. Quş tək uçar xəyalım, hardan hara gecələr, mən həsəd aparıram yatanlara gecələr. Ancaq mən çox təəssüflə deyirəm ki, bu mahnını oxuyanda müğənnilərin əksəriyyəti, 90%-i burada o Bəxtiyarın yazdığı kimi oxudular. Bəxtiyar yazır ki, tellərin darayıb boynuma ay gecələr, mənim sirdaşımsınız, gecələr ay gecələr. Bu ay birinci ay nəzərdə tutulur, ikinci ay müraciət formasında, xitab formasındadır. Bu da folklordan gəlməlidir. Folklorda deyir ki, gecələr ay gecələr, ay batar ay gecələr. Səni görən gözlərim, nə yatar nə dincələr. Bax, bu folklordan gəlməlidir. Ancaq iş burasındadır ki, onu müğənnilər eynilə olduğu kimi saxlamırlar. Müğənnilər bunu ələ verirlər və o Bəxtiyarın sinası orada pozulur. Mən arzu ederim ki, o Bəxtiyarın şeirlərini, bəstələrin mahnıları dildən dilə, ağızdan ağıza yox, gedib onun orijinaldan oxuyub, o kitablardan oxuyub və onların əsasında onlar o şeirləri olduğu mahnıları olduğu kimi Bəxtiyarın yazdığı kimi oxusunlar. Bəxtiyarın mən bir məsələni demək istəyirəm. Onun o anasının ölməyə yazdığı şeir var. Deyir ki, o şeir yəni dünyanın 7 oldu. Sən məni dünyaya gətirdin ana, mən isə yola saldım dünyadan səni. Mən sənin o gözəl laylalarını indisə qaytarım cənazəndəmi? Vaxt keçir, sən məndən uzaqlaşırsan, gün bə gün mən sənə yaxınlaşıram.